Bismillahirrahmanirrahim. Hərdən insanlarımızı maraqlandıran bəzi suallara Uca Allahın izni ilə cavab verməyə çalışacağım. Son zamanlar soruşulan həmin suallardan biri kəşbək götürməyin halal olub olmaması haqqdadır. Kəşbək sözü ingiliscə cash, nağd pul və bəlkə isə geri sözlərinin birləşməsidir. Yəni pulu geri almaq mənasına gəlir. Kəşbək xərclənilən pulun bir hissəsinin geri qaytarılması prosesidir. Misal olaraq bank satıcıya deyir ki, əgər müştəri bizim kartımızla səndən alış-veriş etsə, biz sən satıcıdan alış-verişi miqdarında olan qiymətin qazancının 3%-ni alacağıq. Bank da həvəsləndirici olaraq bu 3%-dən kartı ilə alış-veriş edən müştəriyə 1% geri qaytarır. Qısa olaraq deyim ki, bu əməliyyat icazəlidir. Daha doğrusunu Uca Allah bilir.